Yenə salam dostlar və əziz Həbib bəy. Danışıqca diqqətlə qulaq asdım. Bəzi nöqtələrini işarə etməm lazımdır. Danışığın başlanğıcında bir teori meydana qoyursunuz və deyirsiniz ki, məmləkətlərin və ya ölkələrin bir-birindən ayrılması və ya bir millətin istiqlal tapmasının əsas kökləri super güclərin, dünyada qara qüvvələrin, mafiyaların, Rockefellerlərin qərarı ilə meydana çıxır. Yəni bir ölkənin istiqlal tapması və ya bir ölkənin bir parçasının ayrılması bir ölkədən o ölkənin iç qüvvələrinin iradəsinin tərkibi ilə dış qüvvələrinin iradəsinin dəngəsinin qurulmasına deyil, bəlkə müəyyən bir mərkəzlərdən, dünya üzrə gücü olan super güclərdən, yəni mafiyalardan və hətta ailələr adı gətirirsiniz. Rockefeller və bir ayrı ailə adı gətirirsiniz. Onlar qərar verirlər ki, bir ölkə dağılsın, ayrılsın və ya bir yer istiqlal tapsın ya tapmasın. Baxın bir, süper güclərin, həbər qüdrətlərin, dünyanın o qara qüvvələri ki var, mafiyalar dolandırırlar. Məsələn, Rothschild ailəsidir, Rockefellerlərdir, kimlərdir, masonlar. Onların mənafeləri icab eləyəndə bir ölkə parçalanır ya bütövləşir. Siz əgərsə bu teoriya inanırsınız ki, Rockefellerlər, mafiyalar qərar verəcək hansı ölkə ayrılsın və ya qalsın, onda siz bir ölkənin ayrılmasına niyə düşünürsünüz? Da siz qərar verməyəcəksiniz ki, xalq qərar verməyəcək ki, ayrı mərkəzlərdən qərar verəcəklər. Yəni bir siyasi gücün fəaliyyəti istiqlal üçün önəmli deyil. Bəlkə önəmli olan mafiya qruplarının və ya qara qüvvələrin qərarına olur. Diqqət edirsiniz, onda siz nə üçün çaba göstərirsiniz, əgərsə başqası bu istiqlala qərar verəcək? Bu teorinin ki, siz o əsasda məmləkətlərin bölünməsi və ya istiqlal almanı dünyada uyğurlayırlar, adı komplo teoridir. Komplo teorisində xalqların iradəsi, iç qüvvələrin balansı və iç qüvvələrindən dış qüvvələrin balans və dəngəsinin nəticəsində bir siyasi oluşumun olması deyil. Bəlkə qara qüvvələrin və mafiyaların qərarı ilə ölkələr bölünür deyə düşünürsünüz. Mənası budur ki, o qara qüvvələr, mafiyalar, super güclər, Rockefellerlər ölkələri bir-birindən ayıranda, bir millətə istiqlal verəndə, o millətə istiqlal vermə və ya bu ölkəni bölmənin mənfəətin o istiqlal alan millət və ya bölünən ölkə deyil ki, mənfəəti gedir o qara qüvvələrə, Rockefellerlərə, mafiyalara. Elə olursa, yəni siz deyən teori, yəni o komplo teorinin əsasında dünya dəyişib dönürsə, orada xalqların mənfəəti mənası yoxdur. Orada ölkələrin ayrılması və ya hətta millətlərin istiqlalı sizin deyişlə Rockefellerlərin, mafiyaların, qara qüvvələrin mənfəətini təmin edir. Əgər həqiqətən belə bir şey deyilsə, biz nə üçün bir ölkənin dağılmasına və ya bir millətin istiqlalına savaşaq ki? Çünki əgər o işi görürsək və siz demişkən o qara qüvvələr və mafiyalar qərar verir, biz o mafiyaların və qara qüvvələrin mənafeyinə çalışmışıq. Elə deyil. Çünki siz deyirsiniz ki, qərarı onlar verirlər. Onlar da öz mənfəətləri əsasında qərarı verirlər də, xalqların və ya millətlərin mənfəəti əsasındakı qərar vermirlər. Rockefeller sənə mənə ürəyi yanmır, yalnız öz mənfəətlərindən ötürü iş görür. Bu baxış pəncərəsi ki, siz izah edirsiniz, bu baxış pəncərə xalqların və millətlərin mənafeyini təmin etmir. Əgər sonunda biz istiqlal şüarı veririk və ya bir məmləkətin parçalanmasına çalışırıq, əməldə o qara qüvvələr, mafiyalar, Rockefellerlərin mənafeyini təmin edirik. Siz bunu deyirsiniz də, teoriyada bunu dediniz. Elə deyil? Bu baxış pəncərə ilə və bu fəlsəfə ilə ki, siz izah etdiniz, onda niyə siyasi fəaliyyət edirsiniz siz? Yəni hər bir siyasi fəaliyyət bir ölkəni istiqlaliyə yetirməyə və ya bir ölkənin parçalanmasına səbəb olma, qara qüvvələrin, mafiyaların mənafeyinə çalışırıq biz deyə düşünməyimiz lazımdır. Sizin teoriniz əsasıdır. Bu əlbəttə sizin teoriniz deyil. Bunun adı komplo teorisidir ki, ümumiyyətdə istibdadi ölkələrdə, geriyə qalmış ölkələrdə xalqların qafasını bu teorilərlə qarışdırmaqla onların fikirlərin müəyyən bir dəyişimə, müəyyən bir real teoriyə odaqlanmaqdan uzaqlaşdırırlar və əmələn bir toplumu və ya bir toplumun geniş kəsimi bu teorilərlə məşğul eləyincə istibdadi və diktatori sistemlər rahatca öz həyatlarına davam edirlər. Türk xalqı
Güney Azərbaycanda və İranda kəsinliklə bu teoridən uzaqlaşmalı və real və rasional bir teoriya odaqlanmalıdır. O real və rasional əqlani teori deyir ki, xalq bir müəyyən tələbdə bulunmaq istəyirsə, o sahədə maarifləşməli, təşkilatlanmalı, siyasi strateji qurmalı və siyasi strateji yönündə hərəkət edib və o siyasi istədiyi dəyişimi toplumda gerçəkləşməyə çalışmaq lazımdır. Amma tarix boyu ölkələrin dəyişimi içəridə, xaricdə olan siyasi qüvvələrə də bağlı bir faktordur. Yəni, məsələ deyək ki, İran içində bir siyasi dəyişməyə səbəb olursaq, İran içində bir hazırlıq getmək lazımdır. Türklər İran içində bir dəyişim istəyirlərsə, Türklər öz bölgələrində və genəldə İranda bir dəyişim üçün fəaliyyət etməlidirlər. Amma bu fəaliyyətin içində və bu analizlərində, strateji qurmalarında İran içində qüvvələri bir tərəfə, İrandan xaric uluslararası güclərin də rolunu bir başqa tərəfdən həm genel analizdə və həm siyasi strateji qurmaqda nəzərə almaq lazımdır. Nümunə olaraq Milli Hökumətin quruluşunda direkt o zaman Sovyet Birliyinin rolu vardı. Azərbaycanda qurulan demokrat firqənin Sovyet Birliyinə yaxınlığı o firqənin yenilməsində bir türlü rolu vardı. Çün əgər firqə Sovyet Birliyinə tərəf deyil, bir müstəqil güc kimi meydanda olsaydı və Qərb dövlətləri onu özünə düşmən kimi görməyib və ya Qərb dövlətləri firqəni və ya milli hökuməti Sovyet cibhəsində deyil, demokratik tələblər çərçivəsində, amma Qərb ilə düşmən mövqeyində görməsəydi, firqənin və milli hökumətinin həyatının davamına bir türlü müsbət təsiri vardı və hətta firqə və milli hökumət başqa dövlətlərdən müstəqil hərəkət etsəydi, bir dövlət geriyə çəkilsəydi, başqa dövlətə həyatının davamı üçün söykənib yardım istəməyə imkanı olardı. Amma təəssüflə firqənin Sovyet Birliyinə bir gönül bağlılığı üçün bu ikinci şansı, yəni Stalin geri çəkilir deyə Qərb dövlətləri ilə anlaşma və milli hökumətin həyatının davamına yardımda buluna bilərdi. Üzün o qüvvələrə çevirə bilərdi. Halbuki belə bir şey imkanı yox idi. Hətta o zaman Türkiyənin mövqeyi firqəyə qarşı, firqənin Sovyet Birliyinə yaxınlığı üçün təzaddi və hətta bir türlü antagonisti bir mövqeydədir. Yəni, deyək ki, Türkiyə bir kapitalisti bir ölkə olaraq firqənin pro-Sovyet olmasında onda bir ciddi qarşılıq və hətta xəsmanə bir qarşılıqda bulurdu özün və doğal olaraq ona qarşı bir siyasi mövqedə olurdu. Halbuki Azərbaycanın milli hökumətinin quruluşu və ondan qabaq firqənin quruluşu Türkiyə dövləti ilə və ya Türkiyə xalqı ilə çox yaxın bir əlaqədə olmaq lazımdır. Əsasən bir xalq olaraq Türkiyə ilə öz qardaşlarının ölkəsi deyə çox yaxın olmaq lazımdır. Yəni, gönül bağlılığı firqənin Türkiyə ilə olmalıydı, Sovyet Birliyi ilə deyil. Yəni, milli hökumətin quruluşunda ideolojik yaxınlıq, gönül bağlılığı ideolojik yaxınlıq üçündür. Halbuki bir milli mücadilədə öz millətinə yaxın dövlətlərlə gönül bağlılığı olmaq lazımdır. Amma təəssüflə firqənin lider kadrında belə bir durum yoxdur. Keçən danışıqlarımda da göstərdim ki, firqədə milli görüş saxıncası vardı. Milli görüş firqənin içində düzgün formada olsaydı, əlbəttə milli kadrlar vardı, amma genəldə əsli kadrlar və rəhbərləri milli görüşünə sahib deyildilər. Elə bu milli görüşünə sahib olmaması üçün də sonunda Hizb-i Tudənin içinə gedib yerləşdilər. Halbuki o zaman firqədən sonra qurulan Kürdlərin Demokrat Partiyasında milli görüşün güclü olması üçün o partiya həyatına bu günə qədər davam etdi. Təəssüflə bizim millətin tarixində, ələlxüsus modern tarixə gəldiyimizdə məşrutə inqilabından sonra milli görüş türk şəxsiyyətləri içində çox zəifdir. Yəni hətta görülməz bir halda zəifdir. Və bu gün türk millətinin İranda və Güney Azərbaycanda bu günə düşmənin əsas səbəbi türk elitində, kültürel elitində, siyasi elitində milli görüşün yerinin boş olmasıdır.
İndi qaydaq biraz qabaqçı mübahisəmizə. Mən danışığımda demişdim ki, firqənin və ya milli hökumətin şikəstə uğramasının əsas səbəbi bu partiyanın və o milli hökumətin liderlərində milli görüşün ciddi axsaqlığı və bəlkə olmama səviyyəsindeydi milli görüş. Milli görüş olsaydı, milli hökumət mərkəzdən gələn ordunun qarşısında dirənərdi. Və əgər milli hökumət mərkəzin ordusunun qarşısında dirənişi olsaydı, bu milli hökumətdə milli görüşün var olmasını bizə göstərirdi. Və dedim ki, milli görüşün olmaması hətta ordunun Azərbaycana yetişmədən 3 gün qabaq firqənin liderləri Azərbaycanı tərk edib və Sovyetə mühacirət edirlər. Siz amma firqənin şikəstə uğramasının səbəbini firqənin xalqımız içində ictimai basasının olmamasından dolayı bilirsiniz. Halbuki mən elə bir zehniyyətim əsla yoxdur. Çünki firqənin ictimai, iqtisadi proqramları o zaman islahat ərzi reformu ilə əkinçilərə və biçinçilərə daha münasib şərait yaratmışdı. Eyni halda xalqın geniş vasitədə seçimlərdə iştirakı firqənin o qısa müddətdə geniş ictimai dabanın göstərməkdədir. Halbuki firqə və milli hökumət çox qısa zamanda Azərbaycanda xalq üçün çalışmaya fürsəti var idi. Elə o qısa zamanda o qədər basanın tapması məncə yetərli idi ki, həyatına davam edə bilsin. Və deyirsiniz ki, o zaman Amerika nüvə silahını Hiroşimada və Nagasakidə istifadə etmək üçün Sovyet Birliyi də Amerikanın bu əskəri gücün qarşısında geri oturmaq məcburiyyətində qaldı. Amma Sovyetin geri oturması Azərbaycanın milli hökumətinə dəxli yoxdur. Yəni Sovyet Birliyi geri otura bilərdi, amma milli hökumət özündən dirəniş göstərib həyatına davam etməyə çalışa bilirdi. Çünki milli hökumət mərkəzi dövlətlə anlaşma imzalamaq üçün bir legal yerel hakimiyyətidir. Yəni milli hökumət dirənişinə davam edə bilsəydi bir yerel hökumət kimi eləyə bilərdi, eyni halda Amerika ilə və Avropa dövlətləri ilə müzakirəyə girib Sovyet Birliyindən uzaqlaşıb eyni halda Avropa dövlətlərinə yaxınlaşmaqla öz həyatının davamını zəmanətə ala bilərdi. Bu təcrübə günümüzün Ermənistanında baş verdi. Paşinyanın təmayülü qərbə, Rusiyanın siyasətini Azərbaycana qarşı gəvşətdi, yəni şollatdı və Azərbaycana işğal olmuş torpaqlarını geri almaq üçün bir şərait yarandı. Və Azərbaycan da bu şəraitdən yetərincə faydalandı. Və bu gəlişmələr, yəni Azərbaycan işğal olan torpaqlarını azad etməsi, həman Ermənistanı ki, qərbə təmayül göstərmişdi, bu dəfə ümumiyyətlə Rusiyadan kəsməsi və qərbindən daha çox yaxınlaşmasına səbəb olmuşdur. Yəni o zaman da Sovyet Birliyi əgərsə firqənin və milli hökumətin arxasını boşaldırdı, normal olaraq ideolojik cəhətdən firqənin liderliyi və milli hökumətin başçıları müstəqil düşünürdülərsə, istər-istəməz Amerika və Avropa dövlətləri ilə müzakirə və dostluq üçün, eyni halda legal dövlətin həyatının davamı üçün qapı açılırdı. Amma danışıqlarınızda bir konuya da toxunub və sözlərimi bitirmək istərəm. Danışdıqlarınızın bir tərəfində də bəlkə də istiqlalçı olmaq üçün deyirsiniz ki, milli hökumət o zaman ki Zəncanı verməmişdi Tehrana, onda əgər istiqlal elan etsəydi, deyirsiniz, amma demirsiniz ki, istiqlal elan etsəydi nə olardı? Acaba həyatına davam edə bilərdimi bir müstəqil dövlət kimi? Mən burada qətiyyətlə sizə deyirəm ki, Azərbaycan milli hökumətinə istiqlal etmək söz konusu deyildir. İki açıdan. Bir açıdan firqənin çoxunluqda liderləri və ələlxüsus elə pişəvəri özü İrana bağlı bir şəxsiyyətdir. Eyni halda və ən mühümmi siyasi konjünktur. Milli hökumət bir pro-Sovyet dövlət olaraq qətiyyətlə istiqlalı qəbul olmazdı. Onun ilk qarşısında Amerika və Avropa durardı. Nə üçün? Çünki İran hövzə nüfuzu İngilistandaydı. İngiltərənin nüfuz hövzəsində olan bir dövlətin içindən bir parçanı İngilislər və Amerikalılar ayrılmağa və pro-Sovyet bir dövlətin quruluşuna izni verərdilərmi? Əlbəttə ki, izni verməzdilər. Çünki orada həm İranın siyasi coğrafiyası balacalanırdı, eyni halda Sovyet Birliyinin
coğrafi siyasi güclənirdi və bir dövlət də Sovyet Birliyinin yanında dururdu. Yəni İranın siyasi coğrafiyasından ayrılan Azərbaycan qətiyyətlə olan bir şey deyil elə bir istiqlal. Diqqət eləsəniz, İngilislər Riza Şahı Almana yaxınlığı üçün hakimiyyətdən alırlar və Moris adasına göndərib orada ölənəcən orada saxlayırlar. Həman zaman İngilislər ümumiyyətlə Pəhləvi ailəsinin hakimiyyətini qaldırmaq istəyirdilər. O zaman getdilər, axtardılar, Qacar sülaləsindən bir nəfər tapsınlar. Tapamadılar. Birini tapdılar ki, nə farsça bilirdi, nə türkçə bilirdi. Ona görə gətirə bilmədilər. Sonra anlaşdılar ki, Riza Pəhləvinin oğlunu qoysunlar. Və oğlunu Riza Şahın yerinə qoydular. Yəni İran iqtidarı, İran siyasi coğrafiyası İngilistanın nüfuz hozəsinə keçdi. Bu İngilistanın nüfuz hozəsindən Azərbaycanı ayırıb Sovyetə verərdilərmi? Özünüz bildiyiniz üçün o cəbhə, yəni İngilistan cəbhəsi, İngilistan-Amerika cəbhəsi nüvə silahına sahib bir gücdür. Azərbaycanı İranın siyasi coğrafiyasından ayrılsın və Sovyetin nüfuz və güc hozəsinə girsin deyə qəbul ola bilərdimi? Əlbəttə ki, reallara baxdığımızda və rasional gördüyümüzdə belə bir şey imkansızdır. Amma istiqlalçı dostlarımız çalışırlar, desinlər ki, orada bir istiqlal elanı olsaydı Azərbaycan bir müstəqil dövlətə çevrilmişdi. Bu baxış o zamanın siyasi konjüktürünə baxdığımızda həqiqətən olamaz bir tələb və ya arzudur. Keçən danışda mən demişdim ki, hətta Güney Azərbaycanın Milli Məclisindən istiqlal qərarı belə çıxa, Türkiyə və Azərbaycan heç biri o istiqlal elamını rəsmiyyətə tanımaz. Amma siz yine israrən demişdi ki, niyə olmasın, bəlkə oldu. Amma bizim faktımız var əlimizdəki. Faktımız budur ki, Kuzey Kıbrıs Türk Cumhuriyyətini Azərbaycan rəsmiyyəti tanımır. Başqa Türk ölkələrdəki indi birlik içindədirlər, Türk dünyası qurmuşlar. Onların heç biri Kuzey Kıbrıs Türk Cumhuriyyətini rəsmiyyəti tanıyıb. Bir də diqqət eləməliyik ki, Türkiyə və Azərbaycan iki səbəbdən dolayı, hətta Güney Azərbaycanın Milli Məclisində istiqlal qərarı çıxırsa belə, o dövləti, yəni Güney Azərbaycan dövlətini rəsmiyyətə tanımazlar. O iki səbəb nədir? Səbəblərin biri, kimsə Güney Azərbaycan dövlətini rəsmiyyətə tanımayacaqdır. Dəqiqən necə Kuzey Kıbrıs Türk Cumhuriyyəti Türkiyənin başına bir yükdür, yəni xərcdir. Güney Azərbaycanda həm Türkiyə və həm Azərbaycana siyasi və iqtisadi yük olmasın deyə onu rəsmiyyətə tanımayacaqdır. Bir başqa tərəfdən də həm Türkiyədə Kürt məsələsi və həm Azərbaycanda Erməni və Qarabağ məsələsi Türkiyəyə və Azərbaycana Güney Azərbaycanı rəsmiyyətə tanımaqda böyük bir əngəldir. Əlbəttə, üçüncü səbəb də vardır ki, Azərbaycan və Türkiyə Güney Azərbaycanın istiqlalın elə bir istiqlal elam olursa rəsmiyyətə tanımasın. Səbəb də budur ki, həm Orta Doğuda ölkələr, həm də uluslararası çapda, yəni Avropa dövlətləri, Amerika və başqa dövlətlər Türkiyə və Azərbaycan ilə əlaqələrini gərginliyə soxar əgər Türkiyə və Azərbaycan İranın torpaq bütövlüyünə sayğı göstərməsin. Və adın çəkdiyim qardaş dövlətlər bölgə və dünya ölkələri ilə Güney Azərbaycan rəsmiyyətə tapmaqla gərginliyə soxmağa heç zaman istəməz. İdeolojik düşünən aktivistlər və ələlxüsus istiqlalçı zehniyyət Türkiyə və Azərbaycanla Güney Azərbaycanın əlaqələrini çox ideolojik çapda görməyə çalışır. Halbuki dövlətlər hamısı mənfəət və çıxar əsasında siyasət götürürlər. Və adın çəkdiyim səbəblərdən dolayı hətta Güney Azərbaycanın Milli Məclisində istiqlal qərarı çıxırsa belə Güney Azərbaycanı müstəqil dövlət kimi rəsmiyyətə tanımazlar. Çünki bir başqa tərəfdən də İranın mərkəzi dövləti istər-istəməz Güney Azərbaycanın Milli Məclisindən hətta istiqlal belə çıxsa, İranın mərkəzi dövləti o istiqlalı qeyri-qanuni elam edəcək. Və bu qeyri-qanuni elam etmə Türkiyə və Azərbaycanı etki altında qoyacaqdır. Və Azərbaycanın və Türkiyənin Güney Azərbaycanın istiqlalını rəsmiyyətə tanımaqda İranla o iki dövlətin əlaqələrini çarpıcı formada bir-birinə vuracaqdır. Bu gedişat istər-istəməz qərb dövlətləri tərəfindən də İranın mərkəzi dövlətinə dəstək gələcəkdir. Çünki İranın dövləti ümumiyyətdə keçən danışığımda dediyim kimi qərb cibhəsində olan bir dövlət olacaqdır. Yəni bu rejim devrilirsə
gələcək İranda qurulan rejim Ruslar və Çinlilərlə dostluq deyil, Qərb dövlətləri ilə dostluq içində olacaqdır və Qərb dövlətləri İranın parçalanmasına əsla müsəmma göstərməzlər. Əziz dostlar və arkadaşlar, yəni bu danışıqlar yalnız bizim siyasi düşüncəmizin dərinləşməsi və genişlənməsidir. Bu gəlişmə teori sahəsində hərəkatın üçün çox zəruridir. Yəni teori bəsləyəndə özümüzü qandırmağa çalışmamalıyıq. Bəlkə reallara diqqət edərək rasional, əqlani düşüncə ilə bir əlverişli stratejinin qurulmasına və ona mücadilə üçün tənqidi bir düşüncəyə malik olmalıyıq. Və o açıdan İranın siyasi coğrafiyasında Güney Azərbaycana, Türk kantonlarına və Türk xalqının real çıxarları və mənfəətləri cəhətində düzgün bir stratejinin qurmasına çaba göstərib çalışmalıyıq. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.